Ürək döyüntü, arıqlama, əsəb, tərləmə. Əllərim əsir, çay çəkir. Ay sağ ol, əllərdə titrəmə var. Zəhərli zobuz var anacığım. Qorxma, kömək edəcəm, müalicəni yazacağım. Sənin şikayətlərin azalacaq. Narahat ol. Düyünü də var, zəhərli zobu da var. 2 dənə növ zobun var. Həm zəhərlidir, həm düyünlüdür. Ayağımda gözüm şişir. Bəli, kömək edir. Narahat ol. Peki İrem olsun, o pis loblardan değil ki. Nə olsa da sağal. Narahat ol. Pis sözünü unudun. Özünüzə psixoloji olaraq problem yaratın. Zobun hər bir növünü sağaltmaq olur. Düzgün diaqnoz olandan sonra, düzgün müalicə yolu gedəndən sonra təhlükə yox. Narahat ol. En korkunçlu sağlık. Ən qorxulu zob belə sağal. Narahat ol. Onu özü bizə psixoloji olaraq problem yaratma. Mən nə lazımdır kömək edəcəm. Bacardığım qədər kömək edəcəm. Birinci günə qədər sənə ürək döyüntüyə görə bir dənə dərman yazacağam ki, biraz rahatlaşasan. Birinci gün müalicəmizə başlayacaq. Yaxşı? Sümüklərdə ağrılar, keymə, uyuşma kömək edəcəm. Zəhərli zobuz var, qorxulu deyil, narahatçılığa səbəbi yoxdur, müalicəyə başlayacaq. Nəbzi ölçə bilirsən? Nəbzi ölçə bilirsiniz? Benim son 2-3 gün ölçmemişim, ondan ölçmüştüm. Nəbzi ölçürsünüz. 90-dan yuxarı olanda o dərmanı atın. Birinci günə qədər at, sən biraz rahatlaşacaqsan. Birinci gün gəl, normal müalicəyə başlayacaq. Təzyiq dərman atır. Təzyiq zobdandır.